Dostlar, mən sizə bugün bir sehirli ot haqqında danışmaq istəyirəm. Uşaqlıq yaddaşımda ilişib qalıb onunla bağlı xatirələr. Bax, bu ot uzun, adamın boyun aşan ota bəndəmə deyirlər. Bəndəmə. Yəni, bənd sözü Azərbaycan dilində kifayət qədər populyardır. Bənd atmaq, bənd salmaq, bənd tikmək. Bənd eləmək sözü də var. Həqiqi və məcazi mənada. Bu da bəndəmə. Yəni, buna diqqət edin. Bu otdan oraq dövründə, oraqla babalarımız ot biçən vaxtı bu otu bu şəkildə uzun otları yığıb kəndi kimi istifadə eləyərmişlər. İstifadə eləyərdik. Xalvar düzəldərdik. Babamızın köməyində yetəndə bax belə bəndəmə otunu yığıb bu şəkildə bir belə dəstələyib də bəndəməni bir-birinə belə hörüb ilgə eləyib, bağlayıb yerə sərirdi belə. Sonra otları, biçilmiş otları bu şəkildə. Şimdi biraz gəlmir, amma yenə də otları bu şəkildə yığıb belə üst-üstə yığıb belə təbii ki böyük bir dərz. Şimdi biz o dərzi tam bağlamırıq. Amma o bu şəkildə. Dərzdir, xalvardır. Bunlar dialekt sözdür, yəqin ki, elə deyilmi? Bu dərz. Bu dərzli, dərz, bu şeylər də işləmiş dilimizdə. Bağlama deyirlər. Bax, belə bu şəkildə Dizi qoyub, hətta sıxır. Dizin qoyurdu belə, möhkəm bağlasın deyə. Fırlayırdı. Sonra onu keçirdi onun altına. Elə yox. Belə də olar əslində ki, açılmasın. Bu şəkildə artıq bu olurdu bir dərz ot. Bundan olurdu 9 dənə. Ata bir xalvar çatmaq üçün, bir xalvar ot aparmaq üçün 9 dənə dərz lazım idi. Atın sağ tərəfinə 4 dənə, sol tərəfinə də 4 dənə və üstünə də bir dərz. Belə qoyulurdu. Və bir dəfəlik az qala bir tayanı bəzən apara bilən bir iri cüssəli atlar olurdu və böyük də dərzlərlə düzdür, əziyyətli iş idi, çətin idi, amma təmiz, xüsusilə də o yonca otları, quzu otu deyirdilər, dana otu deyirdilər. Onu qışda danalar yeyirdi. Yoncası da üstündə gömgök. Və hətta o zaman bir böyüklərdən qalma bir söz də yaddaşımıza ilişib qalıb ki, bəs deyir, nə qədər işin qaldı? Cavabı olurdu ki, xalvara 9 dərz qalıb. Yəni, heç bir iş görməmişəm də, o anlamı verirdi. Yəni, yaşlılardan həm də bizim eşitdiklərimiz belə ibrətamiz sözlər idi. Ki, bala, nə tez yoruldun? Xalvara 9 dərz qaldı deyə biz artıq öz işimizi bilərdik ki, iş görməmişik və biraz faal olmaq lazımdır. Bax, bu cür xalqımızın keçmişində, yaddaşında ənələr var. Bu da bax, gözəl bir böcəkdir. Biz o vaxt deyirdi ki, əmi əskərlikdədir, gedən əskərlikdən əmimi gətir. Ya da atamızı gətir deyə bir yanaşma var, şey var idi. Deyim uşaq yaddaşımda. Belə dostlar, bax, bu gözəllikdən bir bəndəmə otu haqqında da kimi üçünsə sirr olan məqamları bölüşdük sizə. Yorulmayın, Allah'a əmanət olun. Rəqamlarım çox sağ olun. Sağ olun, gözəl məlumat üçün. Ətraflı məlumat verəcəyiz.
mərkəzlərdə məlumat verildi, amma əmək fəaliyyətini yüngülləşdirmək üçün artıq texnologiyadan istifadə olunur. Həmin o bağlamanın xalları indi pres bağlayan əvəz edilib. Və bu da otun bağlanması və daşınması üçün işin xeyli yüngülləşməsinə çalışır. Sağ olun dostlar.